Gedək sənin arxivi araşdıraq, sənin indiki həyat yoldaşın ailəli 2 ya 3 uşaq atasıdır. Yox. Bəli, sən əxlaqdan, ailə dəyərlərindən danışıb cəmaatın qadınlarına dərs verə bilməzsən, sən örnək deyilsən. Bizim elə qeyrətli analarımız, bacılarımız var, əllərindən öpürəm. Sən heç kəs üçün qeyrət ikonası deyilsən, sənin qeyrətin sənin ərvə lazımdır, evində. Gah corabla, sən sənətlə tanınmamısan, sən səslə tanınmamısan, sən corabla tanınmısan. Və bu günləri gözəl ifalar eləyə bilərsən, kimisə təqlid eləyə bilərsən, laf belə möhtəşəm sənət də göstərə bilərsən. Yenə də maraqsızsan. Sənin zirvən bilmirəm hansı ölçüdə, hansı dərəcədədir. Yenə də gələk duraq, heç mən oxumayım, sən oxu, belə əsərlər oxu. Yenə də mənim kölgəmdə sönük qalacaqsan. Yenə də bu mənim problemim deyil, qurban olum. Get öz taylarınla, öz yaşıdlarınla, öz o ev yıxıb ailə dağdan çərçivədə sırada olan insanlarla uğraş. Mən şükür Allaha, kimsənin nə çörəyinə bahis olmamışam bugünə qədər, nə kimsənin ailəsini dağıtmamışam, nə kimsənin evini yıxmamışam. Öz evladım da öz halalca ərimdəndir. Başa düşdünüz? Kimsənin arvadı, uşaqları mənə görə gözü yaşlı qalmayıb, atasız, ərsiz qalmayıb. Ağıllı ol, həddini və yerini bil. Bu sənə son xəbərdarlığımdır. Öz işinlə məşğul ol. Maskasını çox adam bilmir. Mən cıracam. Hər şeyin vaxtı və zamanı var. Mən hər şeyi zamanında sevirəm. O gün də bir verilişdə belə işarə eləyir. Az orada yıxılma, gəl burada yıxıl mənim yanımda. Belə işarə elə deyə. Sən osan. Maska geyimsən, amma mən buyam. Məni sevsələr də, sevməsələr də buyam, beləyəm. Sözüm də olanda birbaşa sənin ünvanına deyirəm. Ged öz işinlə məşğul ol, öz zirvəndə, öz qarğalarınla uğraş, qurban olum. Mən elə beləyəm, mənim yerim bax, sadə, özünə hörmət eləyən, dostluğu bacaran, səs bugün var, valla belə eləyə-eləyə özünə düşmən qazana-qazana sənin səsi elə batırarlar ki, heç cınqırın çıxmaz. Səs bugün var, sabah yoxdur, adam olmaq lazımdır, insan olmaq lazımdır. Və deyirsən ki, yox, mən onun ifalarını bilmirəm, yox, mən onun sənətindən danışa bilmərəm. Niyə bəs biz bir verilişdə ifamı bəyəndin, gəldin, yanımda durdun? Mənim zirvəm bilirsən haradır? Şəhid analarının ürəyi. İnsan öləndə demirlər ki, filan sənətkarı gəlin aparın bastıraq. Deyirlər, o meyidi götürün aparaq, yuyaq bastıraq. Başa düşdünüz? İnsan öləndə meyitdir. Kim olursan ol, hansı vəzifəyə sahib olursan ol. Amma ən azından bugün məni sən qeyrətliyəm deyib o şuur altında sənə dəstək çıxanlar mənə mənfi rəy yaza bilərlər. Amma sabahları mən öləndə heç olmasa 5 nəfər səndən artıq mənə Allah rəhmət eləsin, yaxşı mərd xanım idi. Bir kasıbı, bir xəstə uşağı əməliyyat elədi, bir qazi oğlunun, bir şəhid anasının ürəyini sevindirdi. Yerini bil, həddini bil. Bildin?